Uşaqların bədənində baş verən səpkilər hansı hallarda artıq həyəcan siqnalı deməkdir? Səpkilər infeksion ola bilər, allergik ola bilər. Allergik səpkilər əgər çox kəskin qaşınmalarla özünü göstərirsə və getdikcə şişkinliyə səbəb olursa, artıq həyati təhlükəli simptomlar üzə çıxırsa, bronxospazm başlayırsa, boğulma başlayırsa, uşağın bədəni şişirsə, bu səpkilər artıq bizim üçün təhlükəlidir. Yox, əgər yalnız qaşınma və səpki şəklində özünü göstərirsə, mütəmadi müayinədə olduğu həkimlə əlaqə saxlayıb, heç bir təhlükə olmadan allergiya əleyhinə dərmanlardan istifadə edə bilərlər. Qaldı ki, infeksion səpkiləri onlar saysız hesabsızdır. Yəni bu dəqiqə yəqin ki, onu saymağa vaxtımız da olmaz. İnfeksion səpkilər çox hallarda hərarətlə başlayır. Bu səpkilər ya hərarətlə bir yerdə özünü göstərir, ya hərarət olur bir neçə gün sonra üzə çıxır və bunun üçün mütləqdir ki, həkim müayinəsi olsun. Çünki internet vasitəsilə səpkiləri araşdırmaq və vaxtında onların tədbirini görməmək, hətta bəzi mərkəzi sinir sistemi ağırlaşmalarına belə səbəb ola bilir. Meningitə, ensefalitə gətirib çıxarda bilir. Bunun üçün valideynlərin səpkiləri hər gördüyü səpkini antiallergik dərmanlarla müalicə etməyə çalışması düzgün məsləhət deyil.